Bugün quru mallar dərslərinin son günüydü və şokoladlı vulkan kurabiyələr hazırlamışıq. Bununla yanaşı kornetlər hazırlamışıq. Kornetlərimizin tərkibinə gedən pralinləri də özümüz hazırlamışıq və dizayn etmişdik və sexlərdə çox məşhur olan kekslərimiz var və reseptinin düzgün alındırma üsulu çox önəmlidir və bunu dəstə hazırlamasını sizinlə bölüşürük və bunlarla yanaşı fındıq halvaları hazırlamışıq. Sırf keçmişin fındıq halvasının dadında olan bir şərbətdir və bununla yanaşı tarteletkalar hazırlamışıq və tarteletkalarımızın tərkibi Snickers dolğu ilə yığılıb və boğça adı ilə satılır, belə deyək. Və burada isə qızılgül kurabiyələrimiz var. Bol şərbətdə dinlənmiş qızılgül kurabiyələrimiz və qozlarımız var. Qozlarımızın tərkibinə çinar konfetləri yığmışıq və fərqli bir üslubda dizayn etmişik. Görünüşü çox daha gözəldir. Burada isə waffle'larımız var. Waffle'larımızın tərkibinə gedən dolğuları və konfiləri də dərsdə tələbələrimizlə birlikdə hazırlamışıq. Burada isə şokoladlı və qozlu Snickers kurabiyələrimiz var. Fərqli və özəl bir dada malik olan kurabiyələr.